Sevgi fəlsəfəsi yerinə həyat fəlsəfəsi. Nizami Fəxrəddinlə bir yerdə çağırdığı müşavirəni bitirib küçəyə çıxmışdı. O yenə Fəxrəddinin ehtiyatsız addımlar atacağından qorxur və ona qəti göstərişlər verirdi. Xəlifəyə göndərilən məktubun barəsində məsələ qaldırmaq lazım deyil. Biz əvvəldən də əmirin oynadığı bu oyundan xəbərdarıq. Atabəy hökumətinin siması bəlli olana qədər əmir inancın məsələsini təxirə salmaq lazımdır. Fəxrəddin Nizamini öz evinə qədər müşayiət idi. Onlar qapıda Xəcə Müfidin durduğunu gördülər. Xəcə Müfid dərhal bir məktub çıxarıb Nizamiyə uzatdı və Nizamidən cavab gözləmək üçün boynunu çiyninə qoyub durdu. Məktub qısa idi. Möhtərəm şair, yazdığım şeir haqqında məsləhət və göstəriş vermək üçün günorta azanı mənim yanıma gəlməyini xahiş edirəm. Qətibə. Nizami daha evinə girmək istəmədi. Çünki günortadan biraz da keçirdi. Buna görə də Xəcə Müfidə tərəf dönüb. Gedin, mən gələrəm, dedi. Müfid getdi. Nizami məktubu cibinə qoyub, heç bilmirəm bu macəraçı qızın əlindən yaxamı nə cür qurtarım, dedi. Fəxrəddin, biz saraya yol tapmaq üçün başımızı sındırırıq, sən ora getməkdən nə üçün boyun qaçırırsan, dedi. Bir neçə gün bundan əvvəl Dilşada bir məktub göndərmək üçün 2 saat Səbah xanıma yalvarmışam. Lakin onların özləri sənə məktub göndərib çağırır, sən isə getmək istəmirsən. Nizami Fəxrəddindən bu sözləri eşitdikdən sonra acıqlı bir surətdə ona sual verdi. Səbah xanımla məktubmu göndərdin? Elə bir şey yazmamışam, məktubunu aldığımı və göndərdiyi sifarişlərin yetişdiyini xəbər vermişəm. Mən sənə tapşırdım ki, sənin adına göndərilən məktuba etibar etmə. Mən bilirdim ki, o məktub Səbah xanımın macərasıdır. Sən nə üçün o əxlaqsızla görüşüb öz sirlərini onun əlinə verdin? Sən indiyə qədər Səbah xanımı tanımadınmı? Onunla sevgi elan etdiyin zaman başına nə kimi oyunlar açdığını unuttunmu? İndi o sənin məktubunu aparıb əmirin qabağına qoyacaq, onunla da Dilşadın saraydan sənə məktublar göndərdiyini isbat edəcəkdir. Sənin tədbirsizliyin və ehtiyatsızlığın üzündən bədbəxt qız da əmirin ağır cəzalarını çəkməyə məcbur olacaqdır. Sənin bu hərəkətin xəlifənin qasidi Hacibin soyulması məsuliyyətini öz öhdənə götürmək kimidir. Fəxrəddin cavab verə bilmədi, o öz xətasını anladı, nəhayət başını qaldırıb yavaşdan dedi. Hərgah Səbah məni aldatmış olsa, mən onu məhv edərəm. Nizami Fəxrəddinin cavabında öldürmək buraxılmış xətanı islah etmək deyildir. Fəxrəddin, sən bir kərə onu bilməlisən ki, qəhrəmanlığı təşkil edən ünsürlərin başlıcası tədbir və düşüncədir. Tədbiri olmayan qəhrəman öz başını çox tez sındıra bilər. Bu qədər tədbirsizliklə bir xalqın müqəddəratını ələ almaq böyük məsuliyyətsizlikdir. Sən bir düşün, macəraçılığı 100 kərə imtahandan çıxmış Səbah xanıma kim inana bilər? Bundan sonra nə ümumi nə də xüsusi işlərin haqqında məndən məsləhət istəmə, çünki sən məsləhətləri qiymətləndirmirsən. Nizami bu sözləri deyib Fəxrəddindən ayrıldı. Bir qədər yol gedəndən sonra dönüb geriyə baxdı. Fəxrəddinin olduğu yerdə dayanıb fikrə getdiyini görərək öz-özünə məzəmmət etdi. Mən onunla çox iti danışdım, halbuki o mənim ən səmimi dostumdur. O, sevdiyi adamın yolunda ölümə gedən bir gəncdir. Onu yalnız buraxmamalıyam. Onun alnında yorulmaz və düşmənə arxa çevirməz bir qəhrəmanlığın müjdələrini oxuyuram. O aslan ürəklini nə üçün incitdim? Bəzən həqiqi sevgilər ağıllı və tədbirli adamları belə tədbirsizliyə və ehtiyatsızlığa məcbur etməzmi? Nizami əmir inancın saray qapısına yetişincəyə qədər Fəxrəddin barəsində düşünür və onun qəlbini sındırdığı üçün peşmançılıq çəkirdi. Qətibə xanım şairi öz bağçasında qəbul etdi. Nizami hovuzun yanına gəldiyi zaman Qətibə hovuzun kənarında salınmış ipək xalçanın üzərindəki yumşaq bir döşəyin üstündə oturmuşdu. O yanındakı kağıza nə isə yazırdı. Nizamini görən kimi yaşıl atlasdan tikilmiş donunu yığışdırıb ayağa qalxdı. Ağ və kiçik ayaqlarını topuğuna bağlanmış zümrüd xalxalların qızıl zəng paraları süsləməyə başladı. Qətibə öz yanında salınmış döşəyi göstərib, oturun möhtərəm şair, dedi. Şair oturdu, Qətibə isə ondan sonra öz döşəyinin üstündə oturdu və əlavə etdi. Rahatsız etdiyim üçün üzr istəyirəm. Madam ki, mən bir şair ilə tanışam, bu tanışlıqdan da istifadə etməli və öz şeirlərim haqqında məsləhət almalıyam.
Mən şeirlə tanış olmamışdan əvvəl şeir yazmaqla məşğul idim, lakin şairlə başladığım tanışlıq mənim bu istəyimə daha artıq təkan vermiş oldu. Neçə gündür ki, bir əsərin üzərində işləyirəm. Bugün həmən əsəri şairə göstərmək istədim. Bugün həm nahar yeməyini birlikdə yeyər, həm də yazdığım şeirlərlə tanış olarsınız. Qətibə bu sözləri deyəndən sonra şairin cavabına imkan vermədi, dərhal öz şeirlərini xalçanın üstündən götürüb şair icazə verirsə şeirlərimdən bir neçəsini oxuyaram dedi. Nizami isə buyurub oxuyun dedi. Asudə dili budi və xoş şad məra. Gəz qəm nəfəsi nəyamədi yad məra. Yek ruz bə bazarı qəza bugzəştəm. Ma vəqəyi incinin dərifdə məra. Ey sərvi xumaran səri saman ki. Vey qibleyi can dilbəri cananı ki. Aləm bə təmaşayı tu bərxastə ənd. Axir to əzin miyanə xahanı ki. Nizami Qətibənin yazdığı rübailəri diqqətlə eşidəndən sonra çox təəssüf edirəm ki, siz rübai vəzninin sənətkarı sayılan Məhsəti xanımı görmədiniz. Siz ondan çox şey öyrənə bilərdiniz dedi. Səni inandırıram, Məhsəti xanım gələn kimi ondan həm şeir, həm də musiqi dərsi alacağam. Bunu mən Bağdadda dərs oxuduğum zaman arzulayırdım dedi. Mədəni qadın üçün musiqi elmini bilmək birinci məsələdir. Şeir yazmaq isə qiymətsiz bir nemətdir. Sizin sənətkar bir şair və məşhur bir musiqiçi olmağınızı arzu edirəm. Nizami danışdığı zaman Qətibə rübailərə baxıb düşünürdü. Nizami isə Qətibənin onu şeirləri göstərmək üçün yox, başqa bir məqsəd üçün dəvət etdiyini fikirləşirdi. Nəhayət Qətibə öz qara və cadugər gözlərini Nizamiyə tərəf çevirib dedi. Mənim qəlbimi oxuya bilsəydin, ancaq o zaman şairləri, xüsusən Nizamini nə qədər dərin və səmimi surətdə sevdiyimi bilərdin. Mən bu sevgimlə hər kəsin şair və hər qızın şeir maraqlısı olmasını arzu edirəm. Bu bir şərəfdir. Lakin bu qədər böyük bir şərəfə nail olmaq çətindir. Şair onun bu gözəl arzularını təbrik edərək dedi. Dünya bir müsabiqədən ibarətdir. Sanki təbiət bunun üçün də insanları həyat səhnəsinə atmışdır. İnsanların içərisində sənətkar olmayan və qalibiyyət arzusu daşımayan heç bir kəs yoxdur. Hətta ağılsızlarda, məcnunlarda belə üstünlük düşüncələri vardır. Qol qüvvətinə malik olan pəhləvanlarda, ürək və cəsarətə malik olan qəhrəmanlarda, az və ya çox sərmayəyə malik olan tacirlərdə, bunların hamısından sonra azadpərvər insanlarda belə bir düşüncə, yəni üstün olma düşüncəsi vardır. Bunların hər birisi arzu daşıdıqları və arzularına nail olmaq üçün çalışmaları nəticəsində bir sənətkar hesab olunur. Dediyim odur ki, arzu qələbənin zəminəsidir. Hərgah Qətibə xanım bir musiqi sənətkarı yaxud bir şair və ədib olma arzusunu daşıyırsa, bu qələbənin başlanğıcıdır. Lakin bizim burada saydıqlarımızdan başqa adamlar da vardır. Lakin o cür şəxsiyyətləri təbiət çox az yaradır. Bu kimi insanlar nə qol qüvvəti, nə də cəsarət işlədən pəhləvan və qəhrəmanlar deyil. Onlar sənət və qələbəni ticarət və kəsbkarlıqlarda yox, fikir, düşüncə və şuur qüvvətində aramaqdadırlar. Bunlar əşyanın təbiət və həqiqətini aramağa çalışırlar. Siz nə qədər şeir və musiqini sevirsinizsə, hikmət dostları da əşyanın nəliyini təyin etməyi və yaşadığı aləmi öyrənməyi sevir. Bu qəbil insanlar dünyaya gözü örtülü gəlib gözü açıq yaşamaq istəyənlər məncə insanların ən diqqətlisi və sənətkarı olaraq nə şair, nə yazısı, nə tacir, nə pəhləvan və qəhrəmanlardır. Dünyanın ən məşhur adamları, bizim bu varlığımızı hədzatında öyrənənlər, insanların düşüncə və zehinlərini avaraçılıqdan qurtara bilən və bəşəriyyətə həqiqi yolu göstərənlərdir. Qətibə şairin söhbətlərindən maraqlandı. O şairi yalnız misraları, qafiyələri bir-birinə uyğun, düzən, sadə bir şair kimi yox, gənc bir alim kimi tanımağa başladı. O özünü düzəltdi, alnına bağladığı yaşıl ipək dəsmalın düyünlərini sahmana salaraq dedi. Mən fəlsəfəni heç də sevməzdim. Bu söz mənim savadsız ağzıma yaraşmasa belə deməliyəm ki, fəlsəfə bəzən insanları bədbinliyə düşürə bilər. İnsanın şuurunda avaraçılıq doğa bilər. Doğrusu budur ki, mən səni buraya başqa bir məqsəd üçün çağırmışdım. Lakin söhbətlərimiz elmi bir şəkil aldığından əvvəlki söhbətlərimizi axıra da qoya bilərik. Məncə buna sən də etiraz etməzsən. Nizami qızın elmi söhbətlərlə maraqlandığını görüb, onun sadə bir qız olmadığını təyin etdiyindən heç bir etirazım yoxdur dedi. Dünyada elə adamlar da vardır ki, onlar yalnız elmi söhbətlərdən mənəvi qidalar alırlar. Qətibə söhbətini davam etdirərək dedi. Bilirsən möhtərəm şair,
Mən Bağdad məktəblərində fəlsəfə dərslərini diqqətlə keçmişəm. Lakin fəlsəfədən kifayət edici bir qənaət ala bilməmişəm, çünki fəlsəfə alimləri də öz aralarında qəti bir fikrə gələ bilməmişlər. Bir çoxları bütün fikirlərin əsas mənşəyini hisslərdə görür, bəziləri də maddədən başqa bir həqiqətin mövcud olmadığı fikirlərini meydana atır, daha başqaları həqiqətə vasilə olmadan bütün sərf edilən təlaşları mənfəətsiz görür, fikrində tamamən ümidsizliyə düşür və tədqiqat vasitələrindən ibarət olan fikri qüvvələri tamamilə kifayətsiz hesab edirlər. Buna görə də filosoflardan bir çoxu ilhama qapılaraq bu sayədə də Allah ilə doğrudan doğruya münasibət əldə edilməsinə inanmışdır. Bu səbəblə də təbii əşyanı öyrənə bilməyənlər ilahi və namütənahi yaxud cövhər vahid deyilən Allahı öyrənməyə və onun nəliyini təhqiq etməyə çalışmışlar. Belə qarışıq fikirlərin bataqlığında qurdalanan və başını sındıran alimlər qəti fikir əldə edə bilmədiyi bir zamanda mənim kimi aciz bir tələbə nə edə bilərdi? Bu qədər qarışıq fikirlərin içərisindən intixab etdiyim yeganə bir fikir vardısa, o da ölüm və axirət işlərinin müəmma şəklində qalması və müəyyən edilməməsindən ibarətdir. Filosoflar mənim bu fikrimi özləri üçün təhqir hesab etməsinlər. Onlar həyat dediyimiz sərbəst bir fəaliyyətin bir anda dayanması və hərəkətdən düşməsi səbəblərini bizə göstərə bilmədilər. Dünyanı əzəldən bəri anlaşılmaz və həll edilməz fəlsəfə tapmacalarının çuxurunda üzdürən hikmət xadimləri şuurun, hərəkətin, əlhasil şəxsiyyət və mənəviyyatın bir anda yox olub getməsi səbəblərini az da olsa xalqa söyləyə bilmədilər. Vücudumuzda yaranan əzəmətlər, arzular, əməllər, sevgilər, hətta dərin nifrətlər belə nə üçün birdən-birə heç olur? Nə üçün də hikmətçilər, fəlsəfəçilər həyat dediyimiz bu mənalı varlığın nə olduğunu şərh edə bilmədilər? Məncə təhqiqat və tədqiqat üçün götürdükləri yol doğru deyildi. Nizami bağçaya girdiyi zaman tez çıxmağa tələsirdi, cənnət kimi bağça onun üçün cəhənnəmdən daha əzablı idi. Bunun başlıca səbəblərindən birisi əmirin sayayına gəlib gedənlərə əhalinin yaxşı nəzərlərlə baxmaması idi. Şairin nifrətinə səbəb olan cəhətlərdən birisi də Rənanın bu əlaqədən razı qalmaması idi. Səbah xanım sarayda olduğu üçün böhtan və iftiraları genişləndirə bilərdi. Buna görə də Nizami əvvəlcə bağçadan çıxıb getməyə çalışırdı. Lakin Qətibənin elmi söhbətlərə başlaması şairi məşğul etdi. Ərəb, türk və Rum qanından yoğurulmuş bu gözəlin adi bir qız olmaması şairdə dərin bir maraq oyandırdı, o söhbətin davam etməsinə çalışdı. Nizami Qətibəni dinlədikdən sonra fikirlərinizin bəziləri ilə razılaşa bilərəm dedi, lakin söhbətinizdə razı ola bilmədiyim cəhətlər də vardır. Mən fikirlərinizdən bir qənaət ala bilmədim. Əvvəlcə sizin razı qala bilmədiyiniz, daha açığı sizin üçün müəmma şəklində qalan cəhətlərdən başlayaq. Siz deyirsiniz ki, əgər həyat heç olacaqsa, bizim bu qədər arzularımız, əməl və ümidlərimiz və bunlar üçün təlaşımız nə üçündür? Sizin fikrinizi yoran bunlar deyildirmi? Qətibə bir ah çəkərək, bəli bunlardır. Lakin bunlardan başqa mənim həll edə bilmədiyim müəmmalar da vardır. Sizi düşündürən bütün müəmmaları öyrənib saymaq üçün qəlbə girmək lazımdır. Qətibə bir daha ah çəkərək. Sən mənim qəlbimə yol tapa bilmisən, lakin fəlsəfə müəmmalarını həll etmək üçün yox. Nizami bunu eşidərkən qızın hansı pərdədə çalmaq istədiyini dərhal hiss edərək cavab verdi. Gəlin biz elmi söhbətləri davam etdirək. Nə sözüm ola bilər? Buyurun fəlsəfə müəmmalarını həll etməyə çalışaq, bəlkə bu vasitə ilə mənim də arzularım müəmma şəklindən çıxa bilsin. Şair, sən mənə o ruh dediyin şeyin qaranlıqlarını işıqlandıra bilməyəcəksən, biz ikimiz də bu yolda savadsızıq. Mənə də görüm insaniyyət, ədalət, həqiqət, dirilik, mənəviyyat hamısı yalandırmı? De görüm möhtərəm şair, dünyada vücudu doğru olan şey nədir? Bizi qorxudan axirət xəyalı bir rahatin nəşələrini doğuran cənnət diri ikən insanın əsabını öldürən cəhənnəm vardırmı? De görüm gənc şair, onları kim gedib gəzdi? Onların varlıq xəbərini bizə kimlər gətirdi? Hərgah hər şey boş quru bir düşüncədən ibarətdirsə, bu meyl, bu maraq haradan doğur? Hətta ruh dediyimiz şey müəmma deyilmi? Qətibə bunları çox məhzun bir halda şairdən soruşdu. Sevgiyə ümid bağlamayan qızın bədbinliklər içərisində çapaladığını şair çox tez hiss etdi və onun ruh dediyimiz şey müəmmadan ibarət deyilmi? Sualına cavab verdi. Həmin sizi yoran müəmmalar, sizin həll edə bilmədiyiniz tapmacaların hamısı sizin ruh dediyiniz şeyin qaranlıqlarından doğmaqdadır. Filosofları, xüsusən şərq filosoflarını avaraçılıq səhnəsində yoran müəmmaların əsasını da həmin ruh məsələsi təşkil edir. Gözəl qız fəlsəfənin bu qədər dərinliyinə getməməlidir.
Ümidsizliyi və bədbinliyi də doğuran haman ruh məsələsidir. Qətibə yenə də sual verdi. Səni də yoran bu məsələ deyilmi? Xeyr, bu kimi məsələlər məni nə məşğul edir, nə də fikrimi yormağı bacarır. Məni dinləyin, hərgah vaxtınız varsa bu kimi fəlsəfələr haqqında mən də öz fikrimi açıq söyləyim. Qətibə tələsik bir halda. Rica edirəm. Rica edirəm. Mənə bugünkü görüş bir sevgidən alınan nəşədən daha çox zövq verdi. Bilmirəm, bu kimi görüşlər davam edə biləcəkdirmi? O vəziyyətdən asılıdır. Mən də gözəl qızın fikirlərindən zövq aldım. Buna görə də danışmağa icazə istədim. Məncə hər şeydən əvvəl gözəl qızın fikrini alt-üst edən yeganə bir məsələ vardırsa, o da ölüm məsələsidir. Belə deyilmi? Həqiqətdə də belədir. Siz dediniz ki, ölüm nədir ki, bütün ucalıqları məhv edir? Bu sualı sizin qarşınızda qoyan haman ölümü düşünməkdir. İnsanlar ölümü düşünə-düşünə bu qədər mövzuları və qarmaqarışıq olan həyat fəlsəfələrinin föhrüstünü düzəldirlər. Doğrudur, bu varlıqda gördüyümüz şeylər cürbəcür və rəngarəngdir. Kainatda gördüyümüz şeylərdə hərc-mərclik vardır, hətta əşyanın cinsi də, şəkli də müxtəlifdir. Əşya o qədər hesabsız və o qədər əhatə edilməzdir ki, onu saymaq və əhatə etmək mümkün deyil, indiyə qədər onu heç bir kəs ölçə bilməmişdir. Zahirdə baxıldığı zaman əşya bir-birinə bənzəməyən bir çox ünsürdən ibarətdir. Biz bunlara tək-tək adlar verməyərək bir kəlmə ilə ona təbiət deyirik. Lakin sizin və mənim kimi adamlar ona baxanda orada bir ahəng və bənzəyiş görə bilmir. Lakin elm və təcrübəmiz artdıqca bir-birinə bənzəməyən bir yığın əşyanın arasında səxə bir münasibət olduğunu görə bilirik. Bir-birinə bənzəməyən müxtəlif rəng, müxtəlif şəkilli əşyaya bu münasibəti verən haman təbiət dediyimiz şeydir. Bədbinlərin həyat heçlikdir deyə meydana atdıqları fikir tamamilə yanlış bir fikirdən ibarətdir. Çünki həyat dediyimiz şey tək bir şəxsiyyətin həyatı yox, qoynunda yaşadığımız təbiətin həyatı deməkdir. Dünyaya namütənahi deyənlər də yanılırlar. Nəhayətsiz heç bir şey yoxdur. Lakin biz yorulub axıra qədər gedə bilmədiyimiz yollara nəhayətsiz deməyə adət etmişik. Bilmirəm, gözəl qız mənim bu fikirlərim ilə razılaşırmı? Qətibə narazı bir nəzərlə Nizamiyə baxıb belə dedi. Qismən razılaşdım. Qismən də razılaşdım. Əşyanın arasında bir münasibət olduğuna inana bilmədim. Hərgah həyat təbiətdən ibarətdirsə, hərgah əşyanın arasında bir münasibət vardırsa, nə üçün təbiətin məhsulu olan insanların heç birisində fikir birliyi, zövq, maraq birliyi, ixtisas və əqidə birliyi yozdur? Nə üçün bir-birlə münasibətdə olan əşyanın təsirində yaşayan insanlar bir-birinə qarşı mənfi vəziyyət almaqdadır? Nizami başına hərəkət verərək güldü. Bu müəmma o qədər asan bir müəmmadır ki, onu bizim kimi savadsızlar da həll edə bilər. Bu barədə dərin bir düşüncə də lazım deyil. Təbiət ancaq hər şeyin işarətini verir, ona əsas mənanı verən bizik. Əqidə və fikirlərin müxtəlif olması məsələsinə gəldikdə, o da ictimai mühitdən, bəzən hökumət və din quruluşundan asılıdır. İxtisas və maraqların bərabər olması da mühitin təbii və iqtisadi ehtiyaclarından asılıdır. Təbibə ehtiyacı çox olan məmləkətlərdə insanın təbibliyə olan marağı hər şeydən artıqdır. Elə də dəmirçilik, xarratlıq, dərzilik və başmaqçılıqdır. Nə şairlik, nə yazıçılıq, nə hikmət və nə də fəlsəfəçilik insana təbiətin bölgüsündən yox, mühitin ehtiyacından verilən bir ixtisasdır. Lakin bunu da qeyd etmək lazımdır ki, bir insan bacaran işi o biri insan da öz təlaşı nəticəsində bacara bilər. Bunun kimi sevgi də bir təsadüfün nəticəsidir. Burada da xarici bir qüvvətin təsiri yoxdur. Bugün bir təsadüfün nəticəsində sizi sevən insan sabah başqa bir təsadüf nəticəsində başqasını sevə bilər. İndi gözəl qız desin görüm sözlərimdən qənaətləndimi? Qətibə mövzunu dəyişərək dedi. İndiki şair məni gözəl qız deyə səsləyir, elə isə nə üçün mənə o cür ürək sıxıcı bir məktub göndərmişdir? Nizami fikrə getdi, çünki o Qətibəyə heç bir məktub göndərməmişdi. Dərhal Səbah xanım tərəfindən təzə bir macəra yaradıldığını anladı və özünü aldırmayaraq cavab verdi. Bəzən insan birisinə məktub yazdığı zaman müxtəlif hisslərin təsirinə də düşə bilər. Bəzən fikirlər mövzulara təsir yetirir. Şeirdə də belə hallara təsadüf edirəm. Çox zaman yazmaq istədiyim mövzular sevimli mövzuları sürüb aradan çıxarır.
Mən bundan sonra hər yazdığım məktubu yaxud hər bir qaraladığım əsəri bir neçə gün saxlayıb sonra oxumağı və göndərməyi qərar almışam. Qətibə heç bir söz demədi, ancaq əlini aparıb kitabın arasından bir məktub çıxarıb Nizamiyə verdi. Al oxu, görünür ki, bu məktubu ikinci kərə oxumadan göndərmişsən. Nizami məktubu alıb oxudu. Gözəl qız, siz məni Gəncənin əyyaş gəncləri ilə müqayisə etməyin. Mən gündə bir gənci sevən qızları sevə bilmərəm. İlyas. Nizami məktubun Səbah xanım tərəfindən düzəldilməsinə heç də şübhə etmirdi. O, Səbah xanımın macərasız yaşaya bilməyəcəyini bilirdi. Buna görə də onu Qətibənin gözündə qaralamaq üçün dedi. Mən heç də təsəvvürümə gətirə bilmirəm, bu məktub sizə yazılmadığı halda nə üçün gətirib sizə veriblər. Bəlkə də bu bir səhv olaraq sizin əlinizə düşübdür. Qətibə sanki yatmışdı, ayıldı və öz-özünə mənim taleyimə bax. Hədiyyələr, xələtlər içərisində qərq etdiyim bir cariyə də ruhumu zəhərləməyə başlamışdır. Qətibə bunları dedikdən sonra Nizamiyə yalvarıcı bir surətdə dedi. Rica edirəm, bu məktubu kimə yazdığını söylə. Söylə, məni şübhədən qurtar. Onu siz tanıya-tanıya nə üçün məndən soruşursunuz? Bu macəra sizdən daha artıq qızıl almaq üçün düzəldilən bir macəradır. Qətibə indi anladım dedi. Məktubun məni tamamilə təbii haldan çıxarmışdı, çünki mən gündə bir gənci sevən qızlardan deyildim. Bu məsələni təhqiq etmək üçün səni çağırmışdım. İndiyə qədər etdiyimiz söhbətlərin hamısı bu məsələyə giriş axtarmaq üçün idi. Sənə söyləmək üçün bir çox sözlər əzbərləmişdim. Lakin səni görən kimi onları unuttum. Çünki deyəcəyim sözlərin mövzusu sənin özündən ibarət idi. Qətibə sevgi dastanlarını o qədər də uzada bilmədi. Çünki əmir və qadını Safiyə xatun nahar yeməyi üçün bağçaya gəlirdilər. Nizami bunları gördüyü zaman qalxıb getmək istədi, lakin nə əmir nə də Safiyə xatun razı oldu. Hətta əmir Nizaminin qolundan tutub dedi. Qətibənin əziz və möhtərəm qonağı həm bizim üçün, həm də bütün Aran xalqı üçün əzizdir. Siz ölkənin iftixarısınız. Şeirinizdən aldığımız nəşələri özümüz üçün xoşbəxtlik hesab edirik. Safiyə xatun da öz növbəsində şairə yanaşıb deyirdi. Qətibə sizin çox maraqlı bir şeirinizi hər zaman mənə oxuyur. O misraların hər birisində sizin böyüklüyünüz nəzərə çarpır. O gözəl incə sevgilərdən şən. Bir çiçəkdir, doğuldu şəbnəmdən. Nə qədər zəngin, nə qədər də maraqlıdır.